Salam, necəsiz əziz izləyicilərim, TikTok, Instagram izləyiciləri, necəsiz, yaxşısınız? Mən şükür çıxdım, bugün saat 2'də çıxdım. Ailəm gəldi, qarşıladı, dostlarım gəldi, qarşıladı. İnanın, sabahdan akşama qədər getdim biraz kuaförə, muafirə. Özümə ancaq gəlmişəm, yəni bir 3-4 gün yayın olmayacaq. Gözəl mesajlarınızı gördüm. Çok teşekkür ederim. Yolda da hamımız yaxınlaşır. Allah ne bileyim qapını açsın falan. Çok sağ olun. Yani daha doğrusu açılıb şükür. Şükür çıxdım, azadlıqdayım. İnşallah 3-4 güne bir özüme gəlim. Ailem yanımda da, ailemle, dostlarımla keçirim. Türkiye'den dostlarım gəlib mən görməyə. Onlarla bir güzel gün keçirim. Ondan sonra inşallah takipte qalın Instagram ve TikTok hesabımı. Mən sizə tarixi və saati deyəcəm nə vaxt açacağımı. Amma sabah mən TikTok, Instagram hesabıma güzel bir video paylaşacağım. Hamınızdan güzel like və yorum gözləyirəm. Hamınızı çoxlu sevirəm. Fan səhifələrim, güzel yazanlar, kıskananlar, çatlayın, patlayın, yeni rekorlara devam edəcəyik inşallah. Son bir 3-4 gün dinlənin, özümə gəlim. Çünkü inanın Allah'a 10 kilo arıqlamışam. Bütün detaylı Velizar'ın hikayesi diye açıklayacağım her şeyi. Sadece biraz sabır gözləyirəm sizden. Sabah da video paylaşacağım. O videoya kalp, yorum. Öpürəm sizi, takipte kalın.